Bu bir tərəfdən rəsmi tədbirdir, həm də eyni zamanda çox emosional bir tədbirdir. Və bizim el adətimiz də var, el ənənəmiz də var. Hər yaxşı bir başlanğıcı qeyd etmək, hansısa bir nailiyyəti qeyd etmək. Amma bu qeyd etməyin də bir əndazəsi var. Mən istəyirəm ki, siz fikrinizi biraz yönəldəsiniz konsumerizmə, cəmiyyəti bugün ağuşuna alan istehlakçılıq vərdişinə. Bu, indi məktəblərə də gəlib çatıb və son zəng tədbirinin belə şouya çevrilməsi artıq kritik həddə çatıb ki, bu qədər protokollar, bu qədər təlimatlar göndərilib və cəmiyyətə də belə əks-səda yaradır. Təmtəraqlı keçirilməsi təlimata uyğun olaraq qadağandır. O, məntiq çərçivəsində keçirilməli bir tədbirdir və biz cəmiyyət olaraq öyrənə-öyrənə gedirik. İnanıram ki, Valideyn Müəllim Assosiasiyasının da vəsaitləri daha yaxşı şeylərə sərf olunmalıdır. Tədbirin təmtərağının artırılmasına yox, onun yadda qalanlığının və özününkü olmağının çoxalmağına yönəlməlidir. Həmin ola bilər.